Herkese salam dostlar. Bugün maşınımızı değişirik. Yani almırıq, değişirik. Bu maşını aparıb bir garaj var. Orada koyacağız ve oradan bir maşın götüreceğiz. Getireceğiz buraya. Dedim yani bununla bir videosunu çekim, paylaşım sizlerle. Son iki videoma yaxşı izlənmə gəlib. Yəni video izlənmə gələndə həvəs olur video çəkməyə. O qədər izlənmə gəlməyəndə həvəs olur. Ama yani ideyalar var. Bir iki ideya var, onları eləyəcəm bu videodan sonra. Yəni izlənmə olanı həvəs olur da, izlənmə olmayanda yox. Belə. Bu maşının bir yaxşı özelliği var ki, gazı bıraxanda da gedir, ulan sürətdən düşmür, yəni avtopilot kimi bir özelliği var bu maşının. Bu son güncəlləmədən sonra oyunda səhvlər axtarıram. Hələ ki bir səhv qabağıma çıxmayıb. Deyəsən bu səfər yaxşı güncəlliyimdə səhvlər olmayıb. Bu planka gələndən dostlar, qəşəng oldu. Amma çox sürən adamın gözü yoxdur. Buna ışıqları da yandırıram. Əvvəl ışıqları yandıranda adam gözünü düşürdü. İndi bu ışıq yandı sana yukarı düşmüyor. Ama hoşuma geldi, qəşəng oldu. Ama ki adamı çox yorur. Maşın çox sürəndə. Bəli dostlar, yeni maşınımız budur. Mazda 6 olmalıdır bu, səhv eləməmsə. Bunu almışdım, mən sürmək hələ qismət olmadı. Ərtələdim, bir an bunu sürüm. Qalıb burada. Taksi eləmişdik, sonra taksi qəbul olundu. İndi Creation'da sürəcəm bunu. Belə gözəl maşındır, salonu xoşuma gəldi. Bunu biraz idman hissəndə girmək istəyirəm, belə dördünü endirib, təkərləri endirmək. Neyse bir idman hissəndə fikirləşirəm bunu.
Burada oyunda bir səhv alıb, onu da deyim sizə. Bura girəndə söz, başda sözü Rusya qalıb. Onu da yaxın zamanda düzəltsinlər, yaxın olanı. Mən 20 damla planka vuram, sonra falını qalacaq. Bu videonun da sonuna geldik. Kanalı beğenmeyi, abone olmayı unutmayın. Sağ olun, gələn videolarda görüşək.